İmam Hüseyin əleyhissalamın özünün də elə bil o proqramların içərisində qeybət dövrünə işarələr olub. Yəni işarə deyəndə məsələn biz bildiyimiz işarələr yox, yəni dəqiq sözlər olub. Necə Həzrəti Peyğəmbərdən ki, məsələn, "Ləv ləm yəbqə alə dəhri illə yevmun vahid" ki, bir gündə qalsa bizim qaimimiz qiyam eləyəcək. Kərbəlanın əsas missiyalarından da biri zuhura hazırlıqdır. Hətta məsələn orada var Beysət, var Qədir Xum, var Kərbəla, var zuhur. Bəli. Ki bunların bir-birinə bağlılığı var. Səhv eləmirəmsə sizlə danışdıq bu Qədir Xum bayramında bu mövzunu. Hətta bir dənə də əlavə eləmişdik orada xilqət-i insan. İnsanın xilqətindən məqsəd kamala çatdırmaqdır. Beysət onun yolunu müəyyən eləyən idi. Qədir Xum onu tamamlayıb, hidayət eləyib, aparıb məqsədə çatdıran idi. Kərbəla ona olunan bütün hücumların və öldürülmüş sünnələrin hamısını diriltmək və o hücumların qarşısını almaq idi. Qeybət də onun nəticəsi idi. Bağlılığı ki, bir dənə də yadımızda zuhur. Onun nəticəsi idi ki, İmam Zaman Ağada gələndə şüarlarından biri bu olacaq ki, "Ya əhləl aləm, İnnə Cəddi Hüseyin qətəluhu ətşanan." Deməyəcək, yəni Əl-Mehdi. Elə birbaşa. İnnə Cəddi Hüseyin qətəluhu ətşanan. Mən o adamam ki, Cəddim Hüseyni ətşan öldürüblər.